Sabahınız xeyir olsun. Necəsiz? Gününüz xoş keçsin inşallah. Səhər belə şirin bir qonağım var idi. Sonra həyətə düşdüm, güllərimə baxdım. Yoldaşım da həyətdə idi, o da gəlmişdi ağaclara Yağış falan göstərib baxmağa. 5-ci günə qədər. Elə fürsət bu fürsət deyib mən də düşdüm, biraz hava aldım. Maşa axtarırdım, maşa buradaymış. Mən də maşa öldürürəm millət. Topların əlindən mən maşa yaşatıb olmuyorum. Sonra birlikdə bir Türk qəhvəsi içdik. Hazır uşaqlar da Ağac başıma məktəbdəykən biraz istirahət eləmiş olduq. Dolmamız da hazırdır. Axşamdan bükdüyüm dolmalar. Çox dadlı olubdu, həm də pambıq kimidir. Təzə yarpaqdan olduğu üçün çox qəşəngdir. Uşaqları gözləyirəm məktəbdən gəlsinlər, yesinlər. Bu da axşamdan bişirdiyim dolğadır. Belə qatıdır. Qatılaşıb. Suyunu az vururam, çox sulu sevmirəm mən. Belə. Yəni, mən belə sevirəm, sizə bilmirəm. Çox adam dora eləyir. Belə. Çox qəşəng dadlı olub bu da. Dünən aldığım bu qəhvədən hazırladım. Yoxlamaq istədim dadını falan. Bir də belə yaxından göstərim. İstəsəz, alıb sınamaq istəsəz, belə dadıdır. Bir də belə şəkərsiz fıstıq əzməsi almışam. Çox dadlıdır da, çox bəyəndim bunu. Yəni şəkərsizdir. Diyetədə məncə uyğundur, yəni. Mən gün ərzində maksimum 1 çay qaşığı istifadə edirəm. Xlebçinin üstünə çəkib yeyirəm. Ürəyim şirniyyat falan istəyəndə, yəni şirniyyat istəyini də bastırır. Həm də çox dadlıdır. İçində də belə dənələri də var. Belə xırtıldayır. İçərisi də belədir. Göstərim. Dənələri də var. Belə dadıdır. İndi isə gedək lobyaları təmizləyək. Axşama lobya bişirəcəm. Qəşəng qızımı da köməyə çağırım, görüm. Bir yerdə təmizləyək, doğrayaq. Qoyun bişməyə. Biraz böyle koyuram. Təmizlə. Doğrayacağım. Şurada yuyaram Peki apar. insanlara gerçekten de vuruyor mu? Evet. Eğer bir kadın çocuk Hemen içine atır. Buyursun. Təmizlə yuğan içine apar yuyaram. üzerlerinde aynalar var. Bu aynalar onların sünnet olduklarını ve artık yetişkinlikte Kankuran, kanlı ateşin içine girip dans Başka nasıl doğrama bana ihtiyaç var? Yok bunu yuyup Üstünün neden getirip alev aldığı doğrayacağım. ise bu Koyacağım devrimin pişmeye. en büyük Sonra göstersin. Deməli, lobyanı yudum, doğradım. Üzərinə 2 dənə soğan, yağ və duz əlavə elədim. Su əlavə eləmirəm mən.
Ağzını bağlayıb az xodda, çox az xodda bişirəcəm. Özünün xeyli suyu çıxır, yəni üzünə qədər çıxır. O suda bişəcək, sonra da çəkib yağa düşür. Belə daha dadlı olur. İndi axırda da mənim uşaqlarım yumurta ilə yeyir lobyanı, başqa cürə yemir. Ən axırda da yəni istəsələr yumurta vuracam üstünə. Belə bu cür bişəndə, yəni yumurta vurmasaz da çox dadlı olur. Öz dadında bişir, deyə belə öz suyunda bişir, çox dadlı olur. Qaynadıb sonra qızardanda mən xoşlamıram. Elə bil bütün dadı gedir o suda. Yəni mənə elə gəlir. Yemək belə bişir. Göstərmək yadımdan çıxıb. Suyunu salıb, hətta birazını çəkib. Yağı az olub deyəsən, biraz da yağ atacağım. Pişir. Bu suyu da təmiz çəkib qovrulacaq qəşəng. Biraz da gətirim yağ əlavə edeyim. Pişsin. Da belə qovrulur artıq. Bütün suyunu çəkdi. Qəşəng pişdi. Qızarır artıq da, gördüyünüz kimi. Yumurtasını da vuracağım. Mənim uşaqlarım tərəvəz yeyən deyil, çox. Ancaq yumurta vuranda yeyirlər. Ona görə məcbur yumurta vuracağım üstünə. Yəni, məndən olsa belə yeyərəm. Amma uşaqların da yeməsi üçün yumurta vuracağım. Yəni, heç tərəvəzlə araları yoxdur da, ancaq içində gərək ət olsun. Yəni, nə mən o qədər ət yeyən deyiləm, nə yoldaşım o qədər ət yeyən deyil. Biz ən çox tərəvəz sevirik. Bu uşaqlar belə kimə oxşadı bilmirəm. Belə, gətirim yumurtasını da vurun. Yesinlər. Dolmam da demək olar bitdi. Bir damcı bu qalıb. Bunu da qızdıracağım. Atışdırarlar. Bu da belə lobiyam. Akşamdan, səhərdən akşama qədər telefona baxır. Mən isə dərsimi istəyirəm. Telefona baxmayıb baxır. Bayaq verdim də rəqslərə baxırdı. Yox, səhər baxır. Yox, baxmır. Yaz, qutar 2 sıramız qalıb, yaz. 2 saatda səhər yazır. Yox, səhər durub məktəbə girsən axı. Qutar. Durum yazım da. Yiyəcəm yerin o banana, yiyəcəm yəni banana. Nənə. Yox, sıranı axıra çıx. Qurtardın?